Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Bakıda və Abşeronda bəzi yerlərdə fevralın 27-si axşamdan martın 2-sinə qədər havanın fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qar yağacağı bildirilir. Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-sinədək havanın yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə güclənəcəyi, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var. Bəzi dağ-təyə və dağlıq rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Bildirilib ki, fevralın 26-sında ölkə ərazisinin bir çox ərazilərində güclü külək əsəcək. Bununla bağlı sarı və narıncı xəbərdarlığı edilib. Naxçıvan, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəllabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyinin sürəti saniyədə 20 metrə qədər güclənəcək.